Besti sen Allah. Besti sen Allah. Ne kankarı. Bəsti. Ağlayırım. Allah. O olur mahnılarda arkadan şehirdeyimden hala girir eski. Şey, Məlikə Əsədova. Ağ dodağı da oxşuyur. Məlikə Əsədovun hansı mahnıları var idi? Mahnı yox ki, Məlikə Əsədova şeir deyirdi, titriyə. Mahnılar da var. Mahnılar da var, amma şeydir. yadımda Bizim yerli Barbimiz. Hə, Aysa. Güzel kadın da ama çok tatlı. Kadındır. Ben xumarcıyım. Şu an O ikisi bilmiyorum. arasında xumarı daha çok seviyorum. Məncə də. Dozunda da hər Yaradıcılık şey. olarak humar ama böyle saçma sapanlık olarak Melike Ya. Əsədova. Evet, hə, çox Xuma- saçma xumarın sapandır. o cilvesi var ya. Of. Düzdür. Esmerci. Xumarcıyım. Bunu diyerek ikimizi de tuttum da başlaştı. Ne dedi? Əsmərciyim dedi. dedi. Ay sən başına dönərəm. Sən heç xoş söz eşitmirsən. Sən qazan alım. Ya Özüme gelemedim. dünya güzeli kız hiç mi iyi bir şey duymuyor? Dünya güzeli de dedim, ona Eşidirsiniz da her dostlar. yerde biraz. Ona bak. Biri geçen de bir de bu yiyimden ol. Biri geçen de yazdım ki şey ne? Kızılbaş pis kuruğa düşüyor. Görmüsən onu? Sən hansı videoda? Bugün bir yorum geldi diyor ki kırmızı baş çok geçendi ama heyif gibi belədi de. Nece? Belə, amma qəşəngsən də, əsas odur. Sodu geçen. Əsmər şeydə qəşəngdə sonrasında oxumur. Şu. Əsas odur. Salam dostlar. Ay Qız Bəstinin yeni bölümündə Cəmilə Tansu Əsmər olaraq sizləri salamlayırıq. Qızlar, qızıllar. Ne? Kızım. Belə. O necə belə? Dostlar, market body nədir bilirsiniz? Alışveriş, bir yerdə alışveriş elədiyin insan Amma sırf yəqin ki. market body. Sırf Bravo falan market. Hə, deyirsən. məsələn, nə bilim, getdin Bravoda, Sparda, marketdə başladın, marketdə gəzirsən belə. Prosta gəzə də bilərsən, salmaq məcburiyyətində deyilsən, axşam vaxtı falan. Market bodim olur musunuz? Olaram. O olur. Allahdan. Olaram. Buradan çıxıb Ha, bilərəm, ha, ha, hipermarketə 100%. gedən olar. Güdüydü. Şey görmüsünüz? Zabitlər Parkının yanındakı Big Gross'u görmüsünüz? Ora gedənmərik. Bağlanıb uca bilirsən. Yenilənlər. Hə, təmirə O bağlanıb. geçen gün oradaydı. Təmirə bağlanıb. da. Təmirə. Ay, ürəyim Ay, mən düşdü, çaşdım. heç ki. Elə bildim deyəcək ki, ora artıq Bravo. Ora çox qəşəng idi də. Mən Olar, əliyirəm ora. Bir o, bir 20 yanvardakı Bravo. Bir də şey. Köroğlu'dakinde olmuşsan. Hə, orada doğmuşam. O daha zordur əslində. O daha böyük. O daha zordur. Bir də şey, Əhməddə də var. çox bilinməyən Nizamidəki Grand Mark. Grand Marka var, Grand Mart. Hə. Ha. İndi dostlar, təsəvvür edin getmişik, market body-lik eləyirik də. Belə gəzdiyimiz momentdə gördük ki, kimsə nəsə oğurluyur. Ya cibinə, ya sumkasına, ya da açıb yeyir nəyisə, başa düşdün. Bunu orada vəzifəli şəxslərə bildirərsinizmi, yoxsa belə mi edərsiniz? Bildirmərəm. Nə işimə qalıb ki? Niye bildirmişsiniz ki? Nə işimə qalıb? Nə işimə qalıb ki dedim də. Nə işimə qalıb? Ne iş var alıp orada yanlış bir suç nedir? Cinayettir de Aha, Azerbaycan ha. dilinde ha. Cinayet Töredilir. töreten bir insan var. Cinayet törətti. Neylədi? Markette şokolad yedi. Belə götürdü, hə, Yesin də. əslində Ama teknik olubdu. olarak odur. Yesin də. Yiyebilir aslında. Ya bilmirəm. Her şey olmaz da orada. Ha. Çekillerde diyese icazə var. Elə bir şey var diyebilirim. Tam emin değilim bundan bu arada. Bir market çalışanı Mən olarak bunu şey bilmem. görmüşəm. Jelibonu açıb paketini yeyib qalanını qoyub gedən adam görmüşəm. Ola bilər. Mən niyə şey demərəm? Ona heç nə demərsiz, yəni həqiqətən. Yox, ay bala, marketin kamerası var, mühafizəsi var. Bu işə baxan Ola Bu bilər işə də baxan- oran tutmaya bilər kamera. Sən denk gəlmisən də. Allah səni oraya elçi olarak gönderip Ay, ki. mən- Hadi bakalım. Oruç tutuyorsunuz hadi.
Bilirsən, Mən ədalət tərəzisiz adam burada. Başıma orada aşağı gözünə salmışam. tuturam mənə nə? İşimi görürəm. Yəni mənim heç bir aidiyyatı yoxdur. Kimsə də bunu bacarıb eləyirsə eləsin də. Hala xoş olsun mənə. Mən- deyim. Mən oradakı birinə deməyi bilmirəm, amma Özünə. 100% özünə 100% deyərəm. Məncə oradakı birinə də deyərəm. Onu deyəndəki onun tavrı mənə vapşı şey eləyə bilər. Hə, özünə dedim deyir ki, yaxşı edirəm səni. A, vsyo, gözlə bir dəqiqə, sən gözlə. Qışqır. Yox, belə yaxşı edirəm. Yox, mən onu deyərəm ki, deyərəm abi. Mən Yaxşı, yetkililərə tutalım deyərəm. ki, Yəni. çox- Bilmirəm, yalan deyirəm. Tutalım ki, dedin, başladı ağlamağa da ki, ay, Acıydım falan. acıydım, pulum yoxdur, nə bilim Özü vəziyyət aldı Pulun belə yoxdur ki, çörək ye. Sən jelibonla nə işin var ay baba? Jelibon misal Jelibon dedi. məsələn. Bəlkə çörək yeyir orada. Bəlkə Bəlkə bax, pişinti çörəyə orada. bəlkə şey yapa bilirim ya. Bu həqiqətən qarın doyurma Petibör şeydir. Yəni. alıb, petibör bir kəmirir. dəqiqə. Sən vicdanlı, etik bir şəxs olaraq acdı, pulu yoxdur, vəziyyəti pisdir. Onu kassaya aparıb aldığın pulunu verərsənmi, verməzsənmi? Verər. Aa, mən nə vicdanlı bir insanım, nə də etik bir insanım. Bunu önceliklə bildirmək O Biraz bilirəm. vicdanlı. Aa, həqiqətən ac olduğunu görsəm 100% gəlib onun pulunu verərəm. Məncə də verər. Ya Mən də marketlərin çölündə uşaqlar falan olur. Dirəşirlər ki, gir mənə nəsə al da məsəl üçün. O mənə çox səmimi gəlmir. O an çocuğun beni inandırma şey qabiliyyətindən asılıdır da hər şeyə. Çocuk İnandırsa alaram. Ay balam, Açdır. görürəm ki, onun orada işi var başa düşdün. O bir məslək. Gələni tutur aparır, gələni Yox, tutur başa aparır. düşdüm. Amma məsələn şey var da. Evin ərzaqı tamam. Hə, bax mən ona da okeyəm əslində. Tutam ki, mənə marketin qabağında saxladı, dedi ki, mənə çörək ala bilərsiniz içəridən. Siz də demir, sən deyir zaten. Mən gedirəm, ona çörək alıram və o bu çörək okeydirsə, bu hər şey qaydasındadır. Amma bir də var ki, mən deyirəm ki, deyir ki, mənə acam. Mən deyirəm ki, davay gedək, pul yox, mən sənə yemək alıram. Onda yox deyirsən. Orada başqa bir şey var. Yes. A 100%. Mən nəyə ilişmərəm orada market mövzusunda? Məsələn bu məhəllə marketidirsə, ailə biznesidirsə, belə bir şey görsəm 100% deyərəm. Çünki orada gəlir fərqliliyi var. Amma atıram çox böyük supermarketdir. Oradan bir jelibon, bir petibör, bir çörək yesə, bu marketi batırmayacaq, başa düşdün? Ailə Hə. marketini də batırmayacaq. Batırmayacaq. bir Amma jelibon. ailə marketin batırmayacaq, amma ora gələn gəlir, oradakı şey fərqinə görə mən orada deyərəm məsələn. Mən heç Ümumilikdə demərəm. heç Orada bir şey deyərəm. dəyişmir. Mən orada deyirəmsə o bir yerdə də deyərəm. Amma birinci o insanın özünə deyərəm. Hər türlü durumda deyərəm ki, sən nə edirsən? Ha, heç nə deyəmərəm. Max nə yeyənə belə baxaram ki. Heç baxmaram da. Mən özümü çevirib gedirəm. Mən oruç tuturam. Gözüm də gözümün nəfsinə də yeyə durmalıyam deyə. Mən görməzdən yerəm ki, yox. Baxa bilmərəm. Görməzdən gələ bilmərəm. Əcəb eləyirsən. Özünə Mən gəlirəm. deyərəm. Ay bacım, mən görməzdən Aa, yerəm. nə oldu bəs etikdən danışırsa, özünə heç olmasa nəsə Mən deyin. özümə Abi etikləm. orada bir suç var. Hamı öz etikinə cavab Amma deyir. suç var deyir, görmürəm. Hırsızlıq sizə görə bir suç deyil. Suç Məndən deyil. oğramırdı. Yaxşı, bankdan oğurluq Məndən edirlər. oğurlamır. Yox, mən özüm Bankdan- oğurlamadığım müddətcə. Bilsən, bankdan oğurlursun daha təhlükəlidir. Bu adam bankdan oğurlamağı gözünə alıbsa, mən onu desəm orada mənə nəsə də eləyə bilər. Bankdasan və yandakı birindən eşidirsən ki, plan danışır da ki, burada belə-belə bir şey eləyəcəm. Tamam. Onu həmən Çoram, vın turizm. heç kəsə demirsən. Yox, mənə eşimə qalıb. Bank. Bildimi? O elə gəlibsə, hazırlıqlı gəlib başa düşdün. Mən özüm niyə zibil soram? Hər Vın şey turizm. keç, pulu mulu keç. Oradakı insanlar yazıq da axı işçisi var. Çıxım sonra polisi yığaram. Belə həmin momentdə. Mən orada özüm təhlükə. mühafizəyə getdin, dedin. Amma mühafizəyə desəm necə deyəcəm sizə? Çıxan momentdə qaçıram belə. Elib qaçdım qapıya Anlamadım. çatanda başa. Belə eləyib gedəcək bu nə deyir? O şey öz günahıdır. Mən boynuma düşəni eləmişəm. Məni maraqlandırmır. Mən özümü təhlükəyə atanmaram orada. Mən heç nə demərəm. Hamını özümlə bir yerdə təhlükəyə atarım. Oturub gözləyərsən. Ya. Maraqlıdır çünki. Ay çok güzel ilk kez rehin olacağım. Həyatımda heç var rehin olmamışam. Sonra bir dənə də Stockholm sindromu sənə. Gəl bax. Şərqdə- Aşiq olursan. Şərqdə rehinə olan ilk qadın. Bu onlara kömək edir zaten təsəvvür. Kömək eləmərəm, amma baxaram, proses maraqlı gələr. Şey değil olmuş da. Neydi ay kız o? Money
Heist. La Casa de Papel. Hə, La Casa de Papel. Hə də orada o qıvırtlıq qızı Arturito'nun Hə, sevgilisi idi. Onu götürürlər də sonra o da bir dənə də dinləndə o kimi sevgilisi. Arturito Arturito'nun əlindən alırlar. alırlar. Sonra amma təzədən qayıdır. Elə bir şey olmuş. Nə axıra qədər mən Mən baxmadım. yadıma Sarmadı. gəlmir. Çoxdan baxmışam. Buraxdım başına. Son Sonrakı sezonlarına sezonlara mən baxmamışam. də baxmam. İlk sezon. Məncə La Casa de Papel nədir? Nə həddindən artıq abartan şeylər. Overrated. Overrateddir. Məncə. Mən ilk sezona baxanda hələ Netflix-ə gəlməmişdi. O əvvəl İspanyol kanallarından birisində idi. Axı o vaxt birinci sezon maraqlı idi. 2-yə baxdım. Sonra Netflix-ə keçdi. Sonra çox məşğul oldu. Sonra başımı buraxdım. İlk sezonunu bəyənmişdim, Zor sonrakıları idi. bəyənmədim. 2 biraz zorlamaydı amma cəhənnəmdə. 2 ilə 3 də getdi. Ondan sonrası da Sonrası var. Mən 2-yi yarıda 5 mi buraxdım. 6 mı sezondur? Baxmam mümkün deyil. Yaxşı, bəs belə deyim. O marketdə olur, nəsə qoyulur. Atıram şampun, baxırdın düşdü, partladı. Və yaxud əlindən bir şey saldın, qırdın. Ya da bir məhsul almaq istəmirsən ha. Prosta əlin dəydi, bir şey oldu, heç sənə lazım olmayan bir şeydir. Zərər verdin. Onu aparıb kassada ödəyərsən, O 100 ödəməzsən. Ödəyərəm. Balam o ödənməli bir şeydir. Ödəyərəm 100%. Ödəmərəm demirəm, amma düşünərəm məsələn. Çox baha bir şeydirsə ödəmərəm. Əsmə bir sənə həyasızlıq salar ki, bunu bura niyə əyri qoymusunuz Yox, ki, hə. mən də ona dəydim. Günah sizdədir. Oo. Amma bu arada orası var bu arada. Nə atıram kristal qablar deyə də bir şey uca küncə qoyub. Qoyma, bas içəri onu. Niyə mənsə çox baha bir şeydirsə ödəmərəm. Çox baha bir şeydirsə. Çox baha bir şeydirsə, Çox baha bir şeydirsə ağlayaram. ödəməyə gücüm Oturdum çatmaz. Yoxum. Başlayım kreditim müdətə bir bilmirəm, şəkildə atıram, halletməm. yoğurtun paçkası düşdü partladı. O rahat bir şeydir. Onun baha bir şeydirsə ödəmərəm. Qoymasaydın onu oraya. Yoğurtun paçkası düşsə market bunu sorun etməyə bilər. Əgər həqiqətən görsələr ki, sənin bir günahın yoxdur. Amma yəni etdilərsə də ödəyəcəksin. Onu Mən ödəyərəm utanır zaten. direkt. Yəni onlar Ha, heç ha. nə deməmiş gedib Özür ödəyərəm mən. dilerim falan diye. Ayda mən rəfiqəm şey eləmişdi. Bu market şey olmur. Oyundan gedəndə belə gəlib çaxırların olduğu şeyə belə üstündə gedirdilər də, hoqqa verdilər. Gəlib çaxırlara gedib çaxırlar dağılmışdı falan və aradan fıymışdılar. Videosu belə var da, yəni gedir belə vəzərlən yerdə gedir dəyir, çaxırlar tökülür. 2-3 dənə idi. O necə 2-3 dənə töküldü onu da bilmirəm mən. Amma 2-3 dənə tökülmüşdü. Sonra aradan fıymışdılar. Qaçdıqları yerdə Ya, var, çıxıb qabağında da Bravo da öyle bir şey olmuş diye bir dənə. Bəlkə də onlardır. Müştəri gəlib bütün rəfdəki içkiləri Yox, atmışdı yerə. elə Belə səbəbini bu deyildi. tip bir Üç şey. dənə Şeydir, falan. haramdır. Hə, o deyəsən səbəbi elə bir şey idi, yanılmıyorsam. Tam yadımda deyil. Orucluq olub. Yaxşı, başqa bir situasiya verim. Çox minik bir şey, çox xırda bir şey. Məsələn, atıram, o gedəndə məsələn saqqız almısınız, açmısınız, çeynəmisiniz və amma marketə davam edirsiniz. Alış-verişinizi də eləmisiniz, hər şeyi kassada ödəmisiniz. O momentdə saqqız atmısınız cibinizə. Evə çatanda görürsüz ki, saqqız əslində cibimdə qalıb. Alış-verişinizi eləmisiniz, ödəniş falan. Saqqızın pulunu verməmisiniz. Sonraki gün qayıdıb o saqqızı ödəyərsinizmi? Ödəyərəm. Ödəyərəm. Bu küçük bir şey, bunu zaten ödəyər. Niyə elə baxır? Daha Sən çox kimi onu da- ödəməzmiş kimi Elə təsəvvür yaran bu dəqiqə. O olub məndə də. Qapıdan çıxandan sonra təzədən qaçmışam. Zaten heç şey çox oldu. Çox üzr istəyirəm özümə. Hə, çox Hə, Allah haqqı oğurlamırdı. çox şey utanç oldu. verici bir şeydi də o yəni. Ay. Mən onu bilsən mən şeydə olur o. Məsəl üçün nəsə bir məhsul alırsan, nə bilim kitab alırsan, şey, onların arasına axı şey qoyurlar, ötən bir şey, düt başa düşdün. Onunla başqa bir mağazaya girirsən, başlayır ötməyə. İndi gəl özünü. Mən orada o qədər utanıram elə momentlərdə. Məndə bir dəfə şeydə olmuşdu. Cüzdanım var idi və hansı mağazaya girirdim, ötürdü də. Axırda birinin yazığı gəldi ki, gəl onu sökək çıxardaq. Yazıqsan hər yerdə. Çox utanc verici şeydir. Dünya ən məntiqsiz şeyini danışım. O vaxtda çəkirəma var idi, yadınıza gəlir. Adı çox tanış gəlir. Nə bir şey. Nə idi o? Kamera qəşəng şakası, bir yumru kimi baş şeylər eləyirdi. qız var idi. Nə idi o? O qız sunurdu özdə onu. Biz Xəyalə. xəyalə idi də məncə. Məncə Dilarə idi. Dilarə o birisi də o deyil. Dilarə o xəyalə birisi idi. xəyalədir. Deməli biz şeydəydik. Aygün Mol var idi, Qarayevdə idi, hardaydı. Oradayıq, çıxıb şey vaxtı da özdə, yeni il vaxtıdır, mən də balacayam.
Biz çıxırıq şeydən. Bizi saxladılar ki, xanım, siz bunu oğurlamısınız. Dirəşiblər də qapıda bizi 2-3 nəfər saxlayıb. Mənim yanımda başqası var. O şeydir. Onun sumkasından çıxardılar ki, oğurlamısınız da oğurlamısınız. Biz də dəli olmuşuq ki, yox da yəni heç nə oğurlamamışıq axı. Oğurlamısınız, oğurlamısınız. Sonra da şeylər də, çəkirəm ha, eləyib. Belə dəxilsiz bir travma vuruşam. Baxa da bilməmişdim televizorda. Sonra verməmişlər də esnaflarına. Mən çəkirəm adı şeyə ilişmişdim o. Nə? 2 dənə şeyin arasına ip bağlayırlar. Hə, Riski belə keçəndə ayağın keçirsən. ilişir falan. Ona ilişmişdim. Belə şöyle baxmışdım. Niyə? Aa, Boş. Şəkirəm aya bir tane mən də keçirmişəm. Başa düşmədim. Bu nə deməkdir? Bir də təsəvvür edin, o vaxtı kənddə yaşayırdım. Biz Bakıya gəlmişdik. Yəni bir həftəlik bir süreçdə yakalanmışam bu şeydən uzun Təcil cəmiləyə bir dənə təşkil edirlər. Vallahi. getdi ki. Veriş. Xəyalə xanım. Xəyalə gönlünüz. Xəyalə xanım mənlə görür. Mən çəkirəm. Dublboma baxmısınız bu arada? Ha. Ayda Adı tanışdı hansıdır? o Dublbom hansıdır? belə orada hətta oylamaq, Oynamaq. belə Səs vermək. Həftənin ən yaxşı, ən gülməsi deyə səs vermə zad var idi. Nə idi o? Nə Space'dən. bilişiydi? Dublbom və dəxil nə gözləyirdim, nə baxırdım o verilişə. Ciddisən, nə idi də nə? Gülməli videolar. Videolar. Hə. Prikollar. O vaxt elə getirdi də. Yadıma düşdü. Doşlar, itmi pişimi? İt. Hə, Cəmilə gör bilirik. kimdən soruşursan. Ona görə baxır, gözündədir. Mən də Bu pişik. onda sən hə pişirsən. pişik mən. İtin məsuliyyəti. Yo, Məsuliyyət çətindir, bilirəm. Zaten o yüzden şu an pişiyin də heç məsuliyyəti var ev da. hayvanı. İt qədər deyil. İt qədər deyil balam. Hətta məsələ ordadır ki, mən ikisini də deyəcəydim. Hə. Hə. Hə, bu heyvansevər axı. İkisini də sadəcə olaraq itlə məşğul olacaqla maddi o daha çox daxı. Həm maddi cəhətdən, həm onun tərbiyəsi ilə neçəsə ay məşğul olmalısan ki, o evdə tək qala bilsin, artıq sən evi rahat-rahat. Pişiklərdə elə şey yoxdur amma yox. Yox. Pişik belə buraxırsan bax. Pişiklər mənim Alışır yavaş-yavaş. Mən pişik sevirəm, yəni pişiyim olub da hətta, amma it bambaşqa, yəni itim belə- olsun çox istəmişəm hətta. Bir dənə prosta mənim üçün şey önəmlidir. Hani itə şərait yaratmaq istəyirəm. Pişik hər yerdə yaşaya bilir. İti məsələn evin içində olmur da. Hə. Gərək həyət evin olsun Hə, ki, o hə. it belə tullansın, nə bilim. Eynən. Mən çox şey heyfim, eləsin. yazım gəlir də o itə ki evdə. Hə, eynən. Bir də amma mən həmişə çox şeyləri çox sevirəm də o itlə pişiyin belə dost olaraq Nestan, bir evdə nestan. yaşadıqları həmişə elə bir xəyalım olub amma O Mümkün sonra deyil. o pişik o tıqlı boyunla o yekə itə borculanır belə. Ay yol. Ki adətən pişik yenir kimi görmüşəm mən. Hə, Videolarda belə gerçəkdə Pişiklər görməmişəm. borculanır həmişə itlərə. Elə xəşin. İtlər də belə şey olur da. Balaca deyib yaxdı. Yola verir. Pişik pişik insana da borculanır yəni. yaxşı eləyir. Pişik insanı ciddiyə almır. Borculanacaq qədər ciddiyə almır. Kölə falan eləyir bu şüşdün. Vecin almır. O şey var, mimlər var. Məsələn itin şəklidir. Biri sahibimə saldırsa, nə bilim, onu qoruyuram Hə, falan şeyəm. Pişik də mən kendim sahibimə saldırırım. O şey var ya bir dənə Golden Retriever'lar üçün deyirlər. Evə hırsız girərsə onunla oynamaya başlar deyə. Pişik o tükünü də tərp etməz. Yatar ki, dörd tərəfdə o. Təbii Mən ki. incitmə falan. Qızıllar orada da orada gedərsə. Mən mamamı da zəhmət olmasa tökələ çıxdı. Mən baş benim xəbərim. Bir də bir şey demək istəyirəm. Bu it pişik məsələsində insanların heyvanları bu itlər sadiqdir, amma pişiklər nankordur deyə ayırmaqları mənim əsəbimə toxunur. Prosta bunu qeyd etmək istədim. Mən ona qatılıyorum amma. Mən də. Başa düşdüm. Elədir onsuz da. Prosta sizin bir heyvandan niyə duygusal Gözləntiniz olsun ki? Var da. Niyə olsun Yox. da? Nə bilim indi bu adam İnsandan olar da məntiqi olaraq. o heç şey. İndi bu insanın adam var ki heyvanı bir şey bekleyerek götürür. Başa Səhv düşdün? eləyir. Niyə Beklenti. də? Başa düşürəm, səhv eləyir. Yəni o şey deyil, sevdiyin üçün götürürsən, ona yuva olmaq Bəli. üçün götürürsən. Normal olan budur. Satın alma sahiblən. Amma sadıqlıq istəyən də olabilir ya da sevgi görmək istəyən olabilir. Bax bu ilgi manyağı mesela. Kedisi ona ilgi verməsə oturur ağlar. Mən elə gəlir bu köpəyi daha çox tərcih edər amma kedicidir də, prosta kedi Ay seviyor. yox, mən pişiklərim, mənim çox pişiyim olub baxır rayonda olanda.
Mənim pişiklərim həmişə mənim başıma dolanıb da. Bəlkə də cins pişik deyildilər deyə elə idi. Amma həmişə də gəlib mənim yanımda belə şey olublar deyə heç. Benimki də cins. Bir də niyə? Çünki mən məsələn bu qədər vaxtından götürmüşəm deyə həmişə şey eləmişdim. Maması kimi. Məsələn ilk günüdür gəlmişdi də evə. İlk günü də axı ağlayır falan bu qədərdir. Mən səhərə qədər özüm də balaca idim burada 3-də 4-də oxuyuram. Səhərə qədər eyvanda beləyəm də belə təp gözümdən yuxu şeyləyə belə gəzdirirdim ki, yatmırdı. Yerə qoyanda ağlayırdı zaten. Pişiğin sorunu zaten ne biliyor musun? Sen sevmek istediğin zaman sana gelmiyor. Yoksa böyle pişiler zaten sürekli senin etrafında dolanırlar. Onlar ilgiyi seviyor. Ama sen ilgi istiyorsun. Şu an onu sevmek istiyorsun ve onun tersliği tutur. Elə olmalıdır da onsuz Amma da. yəni heyvanlar Uşaq da da şey elədi də. gözlər. Cemile de elədi mesela. Yəni də uşaqlar da elədir. Bu məsələn heyvandan sədaqət və yaxud da nəsə gözləmək, o uşaq dünyaya gətirib gözləyir sənə, Hə, qocalanda ki, bu mənə mənə baxacaq. baxacaq. Eyni şeydir. Evet, haklısın. Elə bir gözləntim yox, yalan deyirəm. Pişikdən Yığışdırın özünüzü. Əl çəkin heyvanlardan sədaqətlə körüyüb. No, Bəsdir. sadakat yok ama sevgi görmeyi isterdim işte. Üstə. Sən yenə bir Şeylə, istə, bir hobi qıraq da olaraq istə. O mesela çünkü o şey anının mutluluğu var ya o pişiğin mesela çünkü normalde sen çok vecini almır sonra riski gelir böyle oturur kucağında ve xırıldamaya başlayır ya. Ay Allah. Yaxşı tez onu qutarım pişiyim üçün də artıq. Birazdan az sonra sizinle. Deməli dostlar, növbəti sual. Təsəvvür eləyin. İndi neçə yaşımız var da, böyük boya baş çatmışıq. Riski birdən öyrənirsiniz ki, əslində sizin ailəniz, valideynləriniz, öz ailəniz, valideynləriniz deyil. Başqa bir ailəniz var. Və üzə çıxır. Nə edərsiniz? Qəbul eləyərsinizmi həmin ailəni? Eləməzsinizmi? Görüşərsinizmi? Görüşməzsinizmi? Görüşürüm. Niye görüşmeyeyim ki? Görüşərəm təbii ki. Sen görüş. Hiç görüşmərsən də. Yəni. Nəyinərəm? İndi kimi tanımışam, onlar indən sonra nə edəcəm? Görüşüb nə edəcəm də? Yəni Bu sualı Sual. uşaqkən verəndə adətən hamıya verirlər də bu sualı, bilirsiniz. Mənim uşaqlığım hələ keçib. mənə verilməyib. Mən verilib. Mənə də verilib. Siz acaba Və balam oturub görəsən siz Mama. və oturub ağlayırsan. Heç vaxt nə bilim nə bunu kabul et. Mənim mamam şey deyirdi, uşaq vaxtı məndən soruşurdu. Pis kasbım, hələ də kasbım. Soruşurdu ki, uşaq idim mən. Məndən soruşurdu ki, bilsən ki, başqa bir ailən var və bizdən daha varlıdılar, hər şeyləri var. Sən nə istəyirsən ala bilirlər falan filan. Bizi qoyub onlara gedərsənmi? Mən də başlayırdım ağlamaq. Yox, mən istəmirəm. Pulları da başdan. Mən sizi istəyirəm falan deyib, ağlayıb, mamamın egosunu tətmin edib bitirirdim. Yəni həmişə. Mən sualı kim verib? Yox, mən adətən ətrafımdakılar verib. Başqa insanlar da heç mamadan o sualı yadıma gəlmir. Bəlkə də verib. Sağ ol. Mən maksimum gəldiyim sual mamam çox istəyirsən, papam çox istəyirsən sualım. Heç oradan o tərəfə bizdə keçməyib. Mən Yalan sualın deyirəm. cavabı bellidir deyə o sualı vermirdilər mənə. Yəni mən mamam. Mama uşağıdım. Şeydi prosta. Nə dedim? İndiki yaşında Əsmə niyə istəmirsən ki? Tanısan Nə nə verəcək? olacaq? Bildimi? Tamam. Ay sağ ol. Tanısam nə olacaq? Bəlkə çox yaxşı, çox varlıdılar. Mənlə nə? Varlılıqla əlaqəsi yox. Mənim üçün onunla əlaqəsi var. Bəlkə Bilirsən bu sən üçün yaşıma, çox bomba şərait bu yaşıma quracaqlar. kimi də istə o da biraz şey olur da, Nə sırf pul olur? üstündə qurulan bir əlaqə olacaq. Olsun Zaten da. bu yaşdan sonra nə üstündə qurasan ki ailə? Sən olsa manevi, ailəvi yaşayırsan, sevgi duyduğun. Gör, bizə çox dəxilsiz bir moment, o awkwardness olacaqdı orada. Qəribə hiss etməsin. Nə edirəm də bu yaşıma kimsə tanımamışam. Bu yaşımdan sonra tanıyıb nə edəcəm? İndidən sonra nə Mən edirəm? merak edirəm. Mən də Eləmərəm maraqlı məsələn. gələr. Mən maksimum nə maraqlı gələr? Nə olub? Hani doğuşdanmı səhv düşüb, yoxsa bilə-biləmi vermisiniz? Bir o maraqlı gələr, o. Amma gün görüşümdə sualını verirsən. O bir nur topu gibi bir gedib görüşməsən nur topu gibi yeni bir travman olur başa. O şey da mən demək. travma da olmur. Təsəvvür elə ki, sən valideynlərin bunu bilib. Kim olduqlarını bilir. Ha. Səhv düşdüyünü də bilib, hər şey biliblər. Təbii ki bilirlər də ki öz uşaqları deyil amma Yox, baxıblar. məsələn, bir var ki, necəsə olub səhv düşüb, bildim. xəstəxanada bunlar bilmir. Bir də var ki, bilirlər. Və sənə deməyiblər bunu. Vay vay.
Amma deyib, Məsələn, bax təsəvvür edin ki, mənim mamamın uşaqlıqda mənə verdiyi sual əslində həqiqət imiş. Mənim çox varlı bir ailəm var imiş və məni mamam gilə veriblər. Varlı adam sən niyə uşağını versin ki? İndi misal üçün də yazıq. O vaxt fakir Varlı olsa da sonradan uşaqdan da varlanır. varlı olub da verib kasıba ki, qoy sevindir. Panlir mən. İndi gör Cəmiləyə nə qədər pul verəcəklər. Çox zor. Oydu belə bir şeyin cezasız qalmamalı. Çox para ilə cəzalandırılmaları lazım. 1 milyon dolar. 1 milyon. Bir mi? Milyon dolar dedim. Dollar dedim. Gözünüz dolsun. Nə istəyirsiniz? Həyat deyə 30 yaşına gəlib çatır Xəyal hesaba qura bilir. biliriksə daha çoxunu quraq da. Burada nə var ki? 1 milyon dolar mənə kifayət. O baxır olan puluna. Əgər çox daha milyonerdirlərsə. Yaxşı, bəs sizə seçim verirlər ki, görüşdünüz onlarla. Deyin ki, it kimi pulları var. Çünki çox varlıdılar həmin ailəniz. Təzə ailəniz çox varlıdır. Amma sizin qarşınıza şey qoyurlar. Seçim. Köhnə həyatını, valideynləri silirsən, gəlirsən bizə, səni istədik 1 milyon dollar, yox, nə bilim 30 milyon dollarlarla yaşadırıq siz. Niyə 30? 30 hardan gəlmir? Nəysə, niyə 30? Səni 30-da nə dayandırdı? Mən aynən nə deyim? Nəysə işte milyonlarla yaşadılar. Amma deyirlər ki, keçmişdəki ailənizi silirsiniz. Nə edərsiniz? Yox. Yox. 30 milyon dollara. 30 milyon dollara falan. O 50 sevgiyi milyon alamayacaq. 100. Hər kəsin bir fiyatı vardır. Məbləği də. Şeydir, bu yox deyərəm, sonra mamam gedir, küs sənin başıma. Mən səni heç yetişdirə bilməmişəm. Alardın bir 5'ini də mənə göndərərdin. Bax, elə bir anlaşma yapıla bilir. Deyəcəm ki, məsəl üçün də atıram. Mamama da bu qədər verirsiniz. Amma mamanı bir də heç görməyəsən. Mamam Ay, mən razı yox, olmaz mamam ki, heç razı maman da olmaz. razı olmaz. Biz mamamla birbirimize çok ben mama şaya. Yok. Yok. Hə. Yok. Hə? Təbii ki. 28 ildir yaşayıram da, yəni ekstra nə ola bilər ki, başa düşdüm. Biraz daha fərqli şeylər, fərqli həyat. Yoxlayım da bəlkə yaxşı oldu. Daha yaxşı oldu. Bana pul var 100% daha yaxşı olacaq onu bildin diye. Yəni prosta keçmiş həyatımı deyəndə pişiyimi nəzərdə tutmurlar da yəqin ki. O qədər deyil. Hadi Hadi bakalım. bakalım pişiyi də. Yox. Abi bu nasıl bir şey sevdi? Evlat sevdası. Allah anasını sildi pişiyini silmiş. Anam 28 ildə, pişik hələ 6 ildir. Hələ 28 olsa sanki vazgeçecek Evet. yalancı. Onda nə deyəcək bilsən? Mən 28 ildir bu pişiklə keçə bilmə. Onda elə deyəcək. Cema ikna eder onları. Hə, pişik alsınlar. Pişik də sizə nə zərər dəyir ki? Tabii. Elə bilin ki yoxdur. Küçə pişik də elə bilin. Elə Küçə pişikdir bu arada. Sən? Yox. Bacılarım, mamam, papam silə bilmərəm. Bacılarım uşaqları var. 4 qat xalayam mən. Uşaqları silmək falan. No. Mən mamam dışında hamını silə bilərəm. Zarafat eləmirəm. Ana gibi yar, Bağdat gibi yar. Ana sevganın yeridir. Allah'ın dostu. Anama değil. balası gələr. Bir də belə eləyir. Mama sallar. Mamanın adı neydi? Mamanın Salam gönderim. yeganə. Həcər salam. Salmaz Və o söhbət olandan sonra sağ ol. Ay sonrası. Öpürəm sən sonrası. Beni biliyorsun anacığım. Sen her bölümde adın geçirme. Avucu hamı bütün milyonlar bilir ki Tansu'nun anası Ben- kimdir? ben mama uşağıyım. Az nə şirin oldun. Belə dostlar, ailələr və taleylər verilişimizin bugünlük Ay Qız Bəstinin sonuna gəlirik. Bizi bütün platformlarda, sosial şəbəkələrdə izləməyi, paylaşmağı, save eləməyi, yazmağı və Ko-Fi'dən də bizə dəstək olmağı unutmayın. Sizi çox sevirik. Sağ olun. Ben o mamamın adını səhv dedim. Nə? Mamamın adını.
Cansu. Allah'ım səhv deyib. Bir də bu mama uşağıdır ya. Senin annen ismi Əsəbir mama uşağına bax, anasının adını bilmir. Bilmir ya. Просто... Belki istemeyecek buradan demeyimi başa. Ona göre mi aradım? Orada bir duraksadım hatta. Yegane dedim. Bələr gəlsin. Besti, besti, besti sen Allah. Besti, besti, besti sen Allah.